İnsanın ruhu elə bil ki, narkoz vermirsən. Hasan ki, insan ölür, onun ruhu başlayır narkozdan ayılmağa. Necə ki, əməliyyatdan çıxan adam narkozdan ayılandan sonra başlayır ağrılar gəlməyə ya. Bir ömür ruhu ağrıtmısan, o ağrıları başlayır gəlməyə. Və bu ömür insan üçün bir dənə bir imkandır yaranıb, nə qədər ruhun narkozdadır, bunu təmizləyə biləsən. Əgər bunu eləyə bilməsən, insan dünyasını dəyişəndən sonra onu hələ bir günə ki, narkozsuz başlayacaqlar əməliyyat eləməyə. Bu cəhənnəm deyilən şey budur. Yəni hələ bir cür ki, bunu təsvir edib, bu ağrını necə təsvir eləyəsən? Hələ bir kəsirlər məni, yandırırlar. Ağrı indi də var, sadəcə insan duymur. Ağrı indi də var. İnsan onu duymur. Yəni günahın bu cür nə ruha təsiri var. Çünki ağa deyir bu söhbəti gözəl. Məsəl üçün, bizdən mənim sualım var ki, mən günah eləyirəm, ruhum niyə hiss eləmir bunu? Bunun səbəbi budur ki, insanın başı qarışıb dünyaya.